Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın 7 müsəlman ölkəsindən mühacirlərin Amerika Birləşmiş Ştatlarına girişinin qadağan edilməsi qərarı Güney Azərbaycandan olan dünya şöhrətli müğənni Ququşu da bu ölkəyə getməkdən saxlayıb. Vəkili Ququşa zəng edərək müğənniyə Amerikaya geri dönməməyi məsləhət görüb. Ququş yaşıl kartın sahibidir və Amerika Birləşmiş Ştatlarına geri dönməməsi barədə hüquq müşaviri ona xəbərdarlıq edib. Ququşun Amerika Birləşmiş Ştatlarında konserti planlaşdırılıb. Onun Amerikaya gedib getməyəcəyi isə qeyri-müəyyən qalmaqdadır. Qeyd edək ki, 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş 2000-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb, sənətini orada davam etdirməyə başlayıb. 2 ildən sonra onun Qəribi Aşina mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb. Görünən isə odur ki, pop ikonu üçün tarix yenə təkrarlanır.